Baxın nə deyir Peyğəmbərimiz sallallahu aleyhi ve sellem Nəvvas ibn Səm'an radiyallahu anhdan gələn hədisdə. Elə bir qəlb yoxdur ki, o Rəhmanın iki barmağı arasında olmasın. Allah istəsə onu sabit saxlayar, istəsə onu azdırar. Və Peyğəmbərimiz tez belə dua edərdi. Ey qəlbləri sabit saxlayan Allah, qəlblərimizi dinin üzərində sabit eylə. Bu duanı bugün nə qədər etmirsən? Əslində, hər səcdədə bu duanı etməyə gərəkir. Baxın, Peyğəmbər, Allahım, qəlbləri çevirən sənsən, qəlbimi dinin üzərində sabit eylə. Ummu Sələmə dedi, ey Allah Rasulü, məhər qəlblər dəyişir, o buyurdu. Bəli, Allahın yaratdığı insanların heç birinin qəlbi yoxdur ki, o Rəbbin iki barmaq arasında olmasın. Allah istəsə onu düz yolda saxlayar, istəsə onu azdırar. Allah qorusun azdırmaqdan ki, qəlbləri bir anda dəyişər, səhər qalxarsan yuxudan, küfr əhli olarsan, hər şey inkar edərsən. İnsan var ki, səhər qalxar, qəlbi Allaha imanla, ona görə qəlb önəmlidir. Sonra Ummu Sələmə dedi, biz də Rəbbimizdən diləyirik ki, bizi hidayətə qovuşduqdan sonra qəlblərimizi azdırmasın və bizə öz dərgahından mərhəmət bəxş etsin. Həqiqətən o çox bəxş edən və mərhəmət sahibidir. Yəni, bu hədis bizə nə öyrədir? Müsəlman insan bu duanı daim etməklə yanaşı, yoldan çıxmış qəlblərin əlamətlərini də bilməlidir, tanımalıdır. Beləcə, insan Allahın ona verdiyi hidayətinin və sağlam qəlbin dəyərini bilər. Bu nemətə görə Allaha şükr edər və Rəbbindən daimə qorunma, qəlbin sapmamasını, azmamasını diləyər. Nə qədər qəlblər var azır? Xüsusilə ona görə ki, qəlb çox-çox dəyişir. Subhanallah.